Salam hörmətli izləyicilər, bu dəfəki qonağımız yazıcı, tədqiqatçı, tarixçi Araz Şəhlidir. Araz bəy, xoş gördük. Hoş gördük. Evet. Araz bəy, ümumiyyətlə biz sizinlə bu daha çox ümumiyyətlə yaxın şərqdə baş verən prosesləri, İran ətrafında baş verən prosesləri, Körfəzdə baş verən prosesləri daha çox müzakirə eləmişik və bir dönəm oldu ki, ümumiyyətlə bir atəşkəs məsələsi ortaya çıxdı. Hətta xatırlayıram, o dönəmdə atəşkəs məsələsi meydana gələndə bir çox hətta qərb mediasına baxırdıq, orada açıq şəkildə qeyd edirdilər ki, yəni ümumiyyətlə Amerika həm də bir dünya çempionatını nəzərə alaraq, yəni bir risk eləmək istəmir ki, sabahları məsələn də dünya çempionatında məsələn İrandan hansısa və yaxud da ki, İrana bağlı hansısa qruplar hansısa bir işlər görə bilərlər filan. Amma ümumi bir mənzərəyə baxanda bir çoxları da qeyd eləyirdi ki, Amerika ümumiyyətlə bu şərtləri qəbul etməyəcək. Nə mənada? Həzm etməyəcək daha doğrusu. Çünki qəbul eləyib imzalamışdılar, amma həzm etməyəcək. Sanki belə bir fikir var idi ortalıqda. Və biz son dönəmlər artıq İranla Amerika arasında bir toqquşmanın şahidi oluruq. Amma bu toqquşmada maraqlı bir məsələ var, maraqlı bir nüans var. Bu nədən ibarətdir? Amerika əvvəllər məsələn 40 günlük toqquşmada, İran-İsrail toqquşmasında da Tehran olsun, ölkənin mərkəzi istiqamətlərinə doğru zərbələr daha çox endirirdilər. Amma son günlər biz bu zərbələri daha çox sırf Bəndər-Abbas istiqaməti və müəyyən mənada bəzi istiqamətlər var, o istiqamətlərə zərbələr endirirdilər. Və ümumiyyətlə bunun mənası nədir? Yəni bunu istəyirdim siz şərh eləyəsiniz ki, ümumiyyətlə Amerikanın burada əsas məqsədi nədir? Sırf Bəndər-Abbası tamamilə vurub sıradan çıxardıb, ümumiyyətlə İrana çox ağır zərər verib və əgər bu körfəzdən çıxacaqsa, körfəzdən gedəcəksə, yəni dağıntılarla getsin. Birinci bu məsələdir. Yoxsa quru əməliyyatlarına ehtiyacımı duyur. Və suala əlavə olaraq da əlavə bir sual da verim. Məsələn, bu toqquşmalar zamanı biz Amerika tərəfinin İranın su qaynaqlarına da zərbə endirdiyini şahid olduq və nəzərə almaq lazımdır ki, Körfəz ölkələrinin hamısında da su qaynaqları, yəni su problemi var ciddi şəkildə. İran da buna yəni çox ağır şəkildə cavab verə bilər. Ümumi bu mənzərə, ümumiyyətlə hazırki toqquşmaların indiki fazasını necə dəyərləndirirsiniz? Xatırınızdadırsa Səxavət bəy, o vaxt mən demişdim ki, yenidən müharibənin başlanmasının səbəbkarı İsrail ola bilər. Atəşkəsin qalıcı olması faktiki İsraildən asılıdır. Həqiqətən də belə də oldu. Müqavilənin müəyyən bəndləri var idi ki, Amerika onları yerinə yetirə bilərdi. Bəziləri də var idi ki, hamı bilirdi ki, bunu böyük ehtimalla eləməyəcək. Məsəl üçün, kontribusiyanın ödənilməsi. Açığı buna çox az adam inanırdı. Heç İranlılar özləri də güman eləmirdilər ki, Amerika onlara kontribusiya ödəyər. Amma aktivlərin o açılmasıdır, sonra Hörmüz boğazının statusu ilə bağlı müzakirələrdir, İran neftinin üzərindən sanksiyaların götürülməsidir. Bunların hamısını Amerika edə bilərdi. Bir dənə məsələdə bunlar toqquşdular, alınmadı. Bu da Livan məsələsi idi. Çünki İran əvvəldən demişdi ki, Livan ümumi cəbhənin bir hissəsidir. Əgər Livanda atəşkəs dayanmasa, deməli heç bir yerdə atəşkəs dayanmıyor. Bu da zənnimcə Trumpın Netanyahu'ya heç bir şəkildə təsir göstərə bilməməsinin nəticəsi oldu. Açıq materiallara baxanda, yəni biz açıq mənbələrə əsasən fikir yürüdə bilərik. Trump həqiqətən də çalışmışdı ki, Netanyahu'nu inandırsın ki, Livandan çıxsın. Amma Netanyahu nəinki Livandan çıxdı, hətta Suriyaya girib orada da möhkəmləndi. Və sonra da fikirləşdi, Trump yəqin ki, belə düşündü ki, İsrailə təzyiq göstərə bilmirəmsə, onda İrana təzyiq göstərim. Əsas məsələ gəldi, çıxdı dəfn. Seyid Əli Xameneyinin dəfni mərasiminə. Yenə onu da deyim, yadınızdadırsa bir dəfə demişdim ki, Trump və komandasının heç bir sözün ciddi qəbul eləmək lazım deyil. Yəni bunlar, Amerikalılar özləri də bilirlər də, bunlar daşınmaz əmlak üzrə maxinasiyalardan keçmiş adamlardır, Trump və onun ətrafı. Və daim bu qaranlıq biznes məsələlərində iştirak ediblər. Burada da yəni məsələnin izahı sadədir. Trump fikirləşdi ki, İranlıların başı dəfnə qarışıb.
bu vəziyyətdən istifadə edib bacardığı qədər oradan tanker çıxardım. Həm də ard-arda əgər tankerləri bir neçə gün çıxarda bilsə, bir növ ənənə yarana bilər. İranlılar da atəş açmazlar və belə vəziyyət sabitləşər, yəni özləri üçün. İranlıların da başı açılan kimi dərhal vurdular, elə həmin günü vurdular. Yəni bu arzular qaldı gözlərində. Bax, səbəb budur. İndi müharibənin, buna müharibə demək də olar, deməmək də olar da. Yəni düzdür, faktiki müharibə gedir əslində. Amma 40 günlük müharibə kimi deyil. Bəli. O sualınıza qayıdıram ki, məqsəd nədir burada? Burada məqsəd bir neçə hədəf göstərilir məqsəd kimi. Bunlardan biri əsas səsləndirilən quru əməliyyatlarına hazırlıqdır. Amerikalılar fikirləşirlər ki, quru əməliyyatlarına hazırlaşmaq üçün bu ərazini vurmaq lazımdır. Amma lap əvvələ qayıdım. Yadınıza gəlirsə 40 günlük müharibədə Amerika İranın bütün ərazisini vururdu. Bəli. Hətta Xəzər sahillərinə qədər vurmuşdular. Yəni ən uzaq nöqtələrdən biri idi. Xorasana qədər vurmuşdular. İndi isə yalnız sahilyanı əraziləri vurur. Bunun sözsüz ki, əsas səbəbi Amerikanın hücum silahlarının tükənməsidir. Uzaq məsafəni vuran hücum silahlarının tükənməsidir. Amerika əsasən qanadlı raketlərdən istifadə edir. Bunlar Alkımdır, Casımdır və Hamıqafdır. Əsasən 3 tip raketlərdən istifadə edir. Vurma məsafələri də 1000 kilometrdən 800.000 kilometrdən hardasa 2000-2400 kilometrə qədərdir. Müstəqil mənbələrin məlumatına əsasən Tomahawk raketlərinin 50%-dən artığı deməli israf olunur, sərf olunur. Böyük rəqəmdir, həddindən artıq. Nəzərə alsaq ki, Amerikanın uzaq şərqdə problemləri var, başqa yerlərdə müəyyən çətinlikləri var. Bu çox böyük rəqəmdir. Avropanın özündə müharibələr yarana bilər, müharibə ocaqları yarana bilər. Yəni Amerikanın iştirak edə biləcəyi müharibə ocaqlarından gedir söhbət. Bu böyük rəqəmdir. Faktiki olaraq, yəni Amerikanın arsenalına ciddi zərbə dəyib əslində. Tomahawk raketləri tükəndiyinə görə bu məcburdur ki, nisbətən yaxın məsafəli raketlərdən istifadə eləsin. Bunu da ancaq sahil əraziləri vura bilər. Burada vurmağın ikinci səbəb, sırf sahilin vurulmasının ikinci səbəbi kimi düşünürəm, Amerikalılar həm də fikirləşdilər ki, xaotik və çox vektorlu belə deyək də zərbələr vurmaqla müxtəlif yerlərə. Faktiki olaraq elə bil ki, ağcaqanad sancması kimidir. Yəni heç bir xeyri yoxdur. Zərbəni bir nöqtəyə cəmləşdirsinlər. Amma məsələ burasındadır ki, həmin bir nöqtənin özü də çox böyükdür. Çox nəhəng. Məsəl üçün, o İran körfəzinin bütün sahilləri boyunca bunlar qayalıq ərazilərdir. Qayalıq əraziləri vurmalıdırlar. Nə qədər effektli olur o da bilinmir. Sonra İranlılar küllü miqdarda yalançı hədəflər quraşdırıblar. Çindən alınmış, özlərinin düzəltdikləri. Və bu yalançı hədəflərə zərbələr hər dəfə xeyli yenə də vəsaitin havaya yerə sərf olunmasına gətirir çıxarır. Bax, bu ikinci məsələ budur. İkinci məsələ gəlir bizim bayaqki birinci məqsədə, quru əməliyyatının keçirilməsinə hazırlıq. Yəni, bax, bir nöqtəyə cəmləşdirməklə, sahilyanı əraziləri vurmaqla bunlar quru əməliyyatına hazırlaşmaq istəyirlər, ola bilsin. Amma quru əməliyyatına keçirməkdən ötürü böyük qüvvələr lazımdır. Kifayət qədər böyük qüvvələr lazımdır. Məntiqlə, sağlam məntiqə əsasən Amerika bunu keçirə bilməz. Lakin Amerikalı mütəxəssislər özləri də deyirlər ki, Trumpın əqli və ruhi vəziyyətini nəzərə alaraq bunu istisna eləmirik. Sadəcə olaraq böyük itkilər olacaq, küllü miqdarda tələfat olacaq və bir də fikirləşək də necə keçirə bilər? Məsəl üçün, Afrikadan demişəm bunu dəfələrlə, hansısa ölkələrlə danışıb, onların qoşunlarını arendaya götürüb gətirsinlər, vuruşsun. Amma bu da qoşunlar çox zəif vəziyyətdədir. Onların qoşunu heç vaxt o İranın müdafiə xəttlərini keçə bilməz. Sonra ikinci variant belə eləyə bilər, özündə olan o kontraktniklər ki var, hansılar ki Amerika vətəndaşları deyil, onları gətirsinlər.
yıxsınlar, gətirsinlər. Amma bu da müxtəlif qoşun növləridir. Onları cəmləşdirmək bir yerə, bunlardan bir diviziya təşkil etmək. Üstəlik bunların axı üstündə zabitlər olmalıdır. Bu zabitlər Amerika vətəndaşları olacaq. Rota komandirindən tutmuş, briqada komandirinə qədər. Yəni bu da bir balaca nisyə söhbəti oxşuyur. Zənnimcə alınmır. Sonra quru əməliyyatının keçirilməsinin özünün mexanizmi necə olmalı? 3 adətən variant sadalayırlar. Birinci variant desant gəmiləri ilə yanaşmaq. Sahilə yaxınlaşıb qoşunu ora tökmək. Amma nəzərə alaq ki, raket və dronlardan başqa sualtı minalar var. Yəqin ki, İranlılar həmin ərazinin hamısını minalayıblar. Bu ehtimal biraz düşür aşağı. İkinci variant paraşütlə desantı göndərməkdir. Atmaqdır. Havadan atmaq. Paraşütlə atmaq o da biraz çətin məsələdir. Düzdür, Amerikanın yaxşı peşəkar desant qoşunları var. Lakin balaca əraziyə, həmin adalar da çox böyük deyil, yəni nəhəng adalar deyil. O əraziyə düşənə qədər bunları elə pulemyotlarla vura bilərlər, sonra düşəndən sonra bunların bir yerə yığılmağı və s. Yəni qəliz əməliyyatdır, desant əməliyyatı. Üçüncü, birbaşa təyyarələri adalara endirib, oradan qoşunlar həmin təyyarələrdən düşməsidir. Amma bir təyyarə təxminən ən yaxşı halda 110 əskər daşıya bilər. Neçə təyyarə gəlməlidir və üstəlik İranlıların son vaxtlarda bu hava hədəflərinə sərrast atəş açmaları göstərir ki, bu da itkisiz ötüşməyəcək. Yəni bax, quru əməliyyatını belə qoyuruq bir qırağa, biraz alınmır. Amma yenə də deyirəm, eləyə bilərlər. Və növbəti zənnimcə ikinci məqsəd burada sadəcə İranın Hörmüz boğazını, elə özləri əslində bunu deyirlər, nəzarətdə saxlamaq imkanlarını zəiflətmək. Yəni sahilyanı o raket buraxılışı nöqtələridir, sonra raket qurğularıdır və s. Bunları vurub sıradan çıxartmaq istəyirlər ki, sonra tankerləri yavaş-yavaş o Oman tərəfdən keçirə bilsinlər. Amma necə buna nail olacaqlar yenə alınmır. Çünki xeyli şəkildə belə deyək də, İran orada yalançı hədəflər qoyub, süni aldadıcı qurğular var. Yəni Amerikanın zərbələri çox güman ki, burada da boşuna gedəcək. Yəni bax, belə fikirləşirəm. Razıyam və nəzərə almaq lazımdır ki, ümumiyyətlə, məsələn, bizdə Azərbaycanda bir çox insanlar belə fikirləşirlər ki, məsələn, mən bunu çox yerdə görmüşəm, məsələn, bir çoxlar belə fikirləşir ki, məsələn, Azərbaycan ordusunda elə ordunun hamısını xüsusi təyinatda eləmək lazımdır. Bu insanlar elə bax bilmirlər ki, bir xüsusi təyinatını seçmək üçün ən azından, məsələn, 1000 nəfər cərbi olunursa bu prosesə, onun içindən 10 dənəsi, 15 dənəsini güclə götürürlər də. Yəni, bu asan məsələ deyil. Yəni, bu seçim məsələsi başqadır. Və bir çoxlar elə başa düşürlər ki, ümumiyyətlə, Amerikada da və yaxud da ki, Rusiyada və yaxud da Çində, elə İranın özündə xüsusi təyinatlıların sayı 10 minlərləndir. Belə deyil. Hər bir ölkə müəyyən sayda bu, belə deyək də, yəni sırf bu sahə üzrə ixtisaslaşmış, yəni bölmələr saxlayırlar. Məsələn, Ranger qrupları var ki, məsələn, Amerikalı bir ekspertdən oxudum, açıq şəkildə qeyd edilir ki, bizdəki faktiki olaraq döyüşə hazır vəziyyətdə olan qrupun sayı 2000-2500 civarındadır. Yəni çox deyil. Yəni bunu nəzərə almaq lazımdır və o quru əməliyyatları keçirmək üçün, misal üçün, yaxın şərqdə təxminən 50.000 civarında yəni bir hərbiçinin cəmləşdiyi məsələsi var. Amma ümumiyyətlə Amerikalı məsələn ekspertlər də əgər qeyd edirlər ki, sırf İranın əlindən Hörmüzü almaqdan ötürü və tamamilə və yaxud da ki, İranın ərazisində, yəni o istiqamətdə Harqadasını falan götürməkdən ötürü mütləq şəkildə ən azından bir 100 kilometrə yaxın İranın içərisinə doğru getmək lazımdır və əməliyyatları bu formada keçirmək lazımdır ki, oraların ən azından təhlükəsizliyinin də. Yəni bir çox insanlar elə başa düşür ki, yəni ordu harasa girdisə artıq hər şey bitdi deməkdir. Məsələn, bizdə Azərbaycanda götürək 44 günlük müharibədə, yəni biz girdiyimiz günü demirdik ki, Şuşanı işğaldan azad eləmişik. Oranın müdafiəsini tamamilə, belə deyək də, təşkil edəndən sonra qeyd olunurdu ki, Şuşa, eyni digər rayonlar, yəni Hadrut olsun, Füzuli, Cəbrayıl və digərlər olsun. Və ona görə də mən düşünürəm ki, bu quru əməliyyatı məsələsi mümkün variantımı, təbii ki, siz dediniz, yəni o Trump'ın ümumiyyətlə o aventura məsələsi var ortalıqda, amma hər halda yəni hər ağlı başında olan general bu tip əməliyyatlara və ərazini ümumiyyətlə
Yəni məsələn adi bir əməliyyatı keçirmək üçün minimum 6 ay vaxt lazımdır. Minimum 6 ay vaxt lazımdır. Bəli. Yəni faktiki olaraq biz o vaxtın keçdiyini də görmürük. Ərazidə ən azından o əraziyə uyğun olaraq hərbi təlimlərin keçirilməsi, digər məsələlər. Ona görə də düşünürəm ki, yəni mən də istədim ki, bu məsələyə fikir bildirim. İndiki mərhələdə, yəni ola bilsin gələcəkdə 6 ay sonra və yaxud da ki 1 il sonra və yaxud da ki hansısa formada, yəni bunu eləyə bilərlər. Ola bilsin, mümkün variantdır. Amma hər halda indiki mərhələdə bir o qədər də asan deyil. Məsələn, nəzərə almaq lazımdır ki, məsələn, Əfqanistana nə qədər qoşunla girmişdilər? Sayı nə qədər idi? Məsələn, milyona yaxın idi. Və yaxud da ki, İraqa nə qədər qoşunla girmişdilər? Yəni, bunların hər ikisi Əfqanistan və götürək İraqı. Bunların hər ikisi, yəni, İranla müqayisə olunacaq dövlətlər deyil. Yəni, hərbi potensial baxımından İranla müqayisə olacaq dövlətlər deyil. Ona görə də bu məsələlərə, yəni obyektiv və ümumiyyətlə məsələlərə biraz peşəkar yanaşanda tamamilə fərqli mənzərəni üzə çıxır. Orada bilirsiniz, Səvat bəy nə fikirləşir yəqin ki, Trump? Bu Hark adası İranın bütün o neft terminallarının gəlib, o boruların gəlib cəmləşdiyi yerdir. Oradan tankerlərə yükləyirlər, gedir. Bu fikirləşir ki, əvvəl belə fikirləşirdi ki, adanı götürərəm, desant çıxardıb götürərəm. Ondan sonra İranlılar nefti sata bilmədiklərinə görə əllərini qaldıracaqlar ki, bəs sən Allah, gəl danışaq, biz neftimizi çıxara bilmirik də. Faktiki elə bil ki, İranın əsas infrastrukturunun, yəni onun təchizat nöqtəsinin girov götürməklə, əsir götürməklə İranı təslim etmək istəyirdi. Bu müharibədə məsələni həll edən qətiyyətdir. İranlılar axıra qədər getməyə hazırdır. Nə Hark adası, nə həyatları, nə canları, nə ailələri, bu hamısının, yəni belə deyək də, hamısından əllərini üzüblər. Bəri başdan. Yəni bunlar üçün onun heç bir əhəmiyyəti yoxdur. Ki, istəyirsən Hark adasını götür. Üzr istəyirəm, bəzi ölkələr var ki, məsələn İrandır, hətta maraqlı məsələlərdən biri elə Rusların özləridir. Bunların ümumiyyətlə, bunlara necə, bunların geninə otuzdurublar və yaxud da ki, qanlarına, beyinlərinə necə otuzdurublarsa, dövlət məsələsi gələndə bunlar üçün aclıq, nə bilim nə, digər məsələləri çox arxa plana keçir və biz bunu bir çox sahələrdə də biz açıq şəkildə görə bilirik. Yəni, bəzi xalqlar var, bəzi millətlər var, bu dövlət məsələsində bir qədər tamamilə fərqli düşüncədədirlər. Bilmirəm, yəni ona görə də və ideoloji dövlətlərlə ümumiyyətlə müharibə eləməyin asan olduğunu şəxsən mən düşünmürəm. Və digər sualım ərəb ölkələri ilə bağlıdır. Biz faktiki olaraq görürük ki, ərəb ölkələri çaş-baş vəziyyətdədir. Yəni daha doğrusu qərarsızdırlar. Yəni necə addım atacaqlarını o qədər də müəyyən eləyə bilmirlər. Məsələn, bir günləri bəyanat verirlər ki, Küveytlə Bəhreyn birləşib İrana qarşı hərbi əməliyyatlara girəcəklər. Səhərsi gün ikisi də təkzib eləyir. Aradan bir qədər keçəndən sonra, məsələn, Birləşmiş Ərəb Əmirlikləri tamamilə fərqli cür mövqe sərgiləyir. Sonra sanki İrana belə deyək də bir nə bilim bir xoş getsin hansısa bir addımlar atmağa çalışır. Səudiyyə ümumiyyətlə məsələn İranla bağlı məsələləri tamamilə arxa plana atmaq istəyir, amma Husilər məsələsi var ortalıqda, digər məsələ var. Ümumiyyətlə biz bu ərəb ölkələrinin bu cür belə deyək də çaş-baş vəziyyətinin, ümumiyyətlə qərarsızlığının sonu necə olacaq və ərəb ölkələri sizcə hansı xətti, hansı yol izləyəcək? Səvat bəy, ərəb ölkələrinin heç birinin ipi öz əlində deyil. Oyuncaq, belə deyək də, qurma dövlətlərdir. Bunların arasında az-çox Səudiyyə Ərəbistanının Səudiyyə Ərəbistanına baxanda bir dövlət təəssüratı yaranır da. Qalanları bərbad vəziyyətdədir. İndi fikrimi izah edeyim nəyə görədir. Diqqət yetirdinizsə, İsrail son münaqişədə iştirak eləmir. İran da İsrailə atəş açmır. Bəzən soruşurlar ki, niyə İran İsrailə atəş açmır? Müxtəlif səbəbləri var. Bunların bir-bir sadalamaq olar, tutaq ki, A, B, C. Amma əsas bu dəqiqə gözə görünən səbəb budur ki, İsrail ərazisindən Amerika qoşunları və yaxud da İsraillilər İrana atəş açmadıqları üçün İran da İsrailə raket atmır. Yəni, bax, əsas başlıca səbəb budur. Bəs İsrail niyə raket atmır İrana? Niyə əməliyyatlara qoşulmur? Bütün o hayküyə baxmayaraq, gah deyir ki, Netanyahu deyir ki, biz artıq qoşulacağıq, gah nə bilim, Katz oradan çıxıb bəyanat verir ki, ölümcül zərbə vuracaq, amma ortada heç nə yoxdur. Elə yalandan hədə qorxudur. İranın son
o 40 günlük müharibədə İsrailə vurduğu zərbələr çox ağır oldu. İsrail bunu gördü və bundan dərs çıxartdı. Yəni başa düşdü ki, ikinci belə bir müharibəni İsrail o yükü daşıya bilməyəcək, götürə bilməyəcək. Çin sistemləri verilib İrana, tuşlanma sistemləri, naviqasiya sistemləri və hətta 12 günlük müharibədə İran vura bilmədiyi hədəfləri indi daha yüksək dəqiqliyi ilə vurur. Bax, bu son bazalara hücumda da bu görünür. Aydın şəkildə görünür. Və İsrail hətta bu 1-2 gün bundan əvvəl Amerika təyyarələrinə qadağan eləmişdi. İsrail ərazisinə inməyi. Bunlar hər tərəfdən zərbələrə məruz qaldıqlarına görə ərazini tərk edib İsrailə getmək istəyirdilər ki, bu hal təyyarələrdə bu İranlılar bunları məhv edə bilməsin. İsraillilər dedilər ki, bura gəlməyin. Nəyə görə? Çünki açıq şəkildə bildirildi ki, İran vura bilər. Zərbə indirə bilər. Sonra Netanyahu ilə Trump danışdılar. Nəsə Netanyahu bir təhər öz nazirlərini inandırdı ki, həmin o məsələyə baxan, cavabdeh olan adamları inandırdı ki, Amerika təyyarələrini qəbul edin. Yəqin ki, orada da şərtlərlə qəbul ediblər ki, İsrail ərazisindən əməliyyat keçirilməsin. Amma ərəb ölkələrində biz bunu görmürük. Bu, üzr istəyirəm, bədbəxtlər Amerikalıları məcbur eləyə bilmirlər ki, bizim ərazidən istifadə eləməyin. Axı, ərazidən istifadə eləməklə bizi hədəfə çevirirsiniz. Bax, məsələn, infrastruktur məsələsi var qabaqda. İndi artıq yaxınlaşdır. Dünən deyilənə görə Küveytin su təmizləmə qurğularını artıq vurdular. Bəli. Bir hissəsini vurdular. İndi düzdür, yenə də ola bilsin, bəlkə özgə bayraq altında keçirilmiş əməliyyatdır, bəlkə ərəblərlə İranlılar arasında düşmənçilik hissini artırmaq üçün bunu edirlər, amma fakt budur ki, bundan bir gün əvvəl İranda müəyyən nöqtələrdə, məntəqələrdə su təmizləmə qurğularını vurmuşdular. İndi bu dəfə Küveytin su təmizləmə qurğusu vuruldu. Elektrik stansiyaları eyni şəkildə vurulacaq. Ərəbistanda bu dəqiqə 50 dərəcə isti var və 100% də nəmişlik. Kondisionerlər işləməsə, soyuducular işləməsə, orada insanlar qala bilər, qala bilməz. Hamısı çıxıb getməlidir, iri şəhərlərdən çıxıb getməlidir. Dünənləri hətta İranlıların biri belə, İran hökumətinin bir üzvü belə bəyanat verdi ki, dedi, elə eləməsinlər ki, ərəbləri dəvə və çarıq dövrünə qaytarıq. Yəni, görürsünüz nə vəziyyətdədirlər. Amma buna baxmayaraq, Trumpa yox deyə bilmirlər. Bax, problem budur. Bunun da səbəbi zənnimcə odur ki, bir dəfə danışmışdıq bu barədə, o qəbilə tayfa münasibətləri üzərində qurulan dövlətçilik ki var, o dövlətçiliyin çox böyük problemləri olur. Əsas problem nədir? Məsəl üçün, tutaq ki, şeyxdir, şeyx öz bacısı oğlunu təyin edib, məsələn, təhlükəsizlik naziri özündə və yaxud da kəşfiyyat xidmətinə rəis deyil, qardaşı oğlunu. Axı, qardaşı oğlunun da öz xalası uşaqları var, dayısı uşaqları var, filan kəslər var. Bunlar, məsələn, birini gətirib qoyub analitik idarənin rəhbəri. O analitik idarənin rəhbəri qoyulan xala uşağının da özünün BBC uşaqları, nə bilim, digər başqa-başqa qohumları var. Həyat yoldaşının qohumları, qayın uşaqları. Bunları da gətirib hərəsini yığıb, bir növ, belə deyək də, bunlara maaş verir və bunlar da ciblərində vəsiqə zad orada özləri üçün ərəb geyimində zada bax, belə şeylənirlər ki, biz şeyxin qohumlarıyıq. Sonra vacib qərarlar qəbul olunan anda, məsələn, bu vəziyyətdə qərar verilməlidir də, Amerikalılardan tutaq ki, tələb eləməlidirlər ki, Amerikalılar çıxsınlar. Trump zəng eləyir və deyir ki, narahat olmayın, 2 günümüz qalıb, 3 günümüz qalıb, nə bilim, 1 həftəmiz qalıb, güclü planlar hazırlamışıq, İran darmadağın olacaq, İran dağılandan sonra sizin hamıza paylar veriləcək orada İran ərazisində, neft sektorunda, qaz sektorunda, nə bilim, nə. Bu da çağırır, o adamlardan soruşur ki, öz təhlükəsizlik nazirinin, həmin o qardaşı oğlu. Deyir ki, bax, belə bir şeyx deyir. Deyir, bax, belə bir Trumpdan mesaj almışıq. Danışmışam, bax, belə sözlər deyib. Bunu bir araşdır gör, bu məsələ nə olacaq, necə olacaq. Bu da gəlir, həmin o qardaşı oğlu çağırır öz bibisi oğlunun, dayısı oğlunun, xalası oğlunun, deyir ki, bu məsələni araşdır.
O da gedir öz qaynı uşaqların, öz nə bilim başqa qardaş uşaqlarını çağırır, deyir ki, gəlin bu məsələni araşdırın. Bunlar da necə araşdıracaqlar? Götürürlər Amerika mətbuatının, qoyurlar qabaqlarına. Mən hələ yaxşı variantı deyirəm ha. Amerika mətbuatını qoyurlar qabaqlarına. Bu bir variant. İkinci variant Amerika xüsusi xidmətlərindən, Xarici İşlər Nazirliyindən daxil olmuş məktubları götürürlər, tökürlər qabaqlarına. Biraz ola bilsin indi İran mətbuatına da baxırlar nəyəsə və son nəticədə gətirirlər ki, hə, İran hökuməti çökəcək. Bir ay vaxtı qalır. Və faciəli qərar verir. O ölkənin taleyi ilə bağlı. Deyir ki, arxayın olurlar ki, Trump nəsə eləyəcək, Trump möcüzə yaradacaq, nəsə durduğu yerdə bir sehr eləyəcək və məsələ, problem burada həll olunacaq, biz də özümüz üçün gedib kef eləyəcəyik. Gəlir, bax, budur. İndi su təmizləmə qurğuları vurulur, sonra neft və qaz sektoru vurulacaq, elektrik stansiyaları vurulacaq. İndi burada ardıcıllıq məsələsi var da, zənnimcə birinci vuracaqlar neft qaz sektorunu, sonra elektrik stansiyaların, ardınca ola bilsin ki, müəyyən yerlərdə su təmizləmə qurğularını vursunlar. Çünki İranlılar dedilər ki, biz Yezidin üsulları ilə, bunu özləri demişdilər. Bax, bu mənim sözüm deyil. Biz Yezid üsulları ilə mübarizə aparmırıq, biz İmam Əlinin qaydaları ilə vuruşuruq. Ona görə nə olsa da biz su təmizləmə qurğularına əl dəyməyəcəyik. Bunu deyiblər. Amma tutaq ki, su təmizləmə qurğularını vurmadılar, vurdular elektrik stansiyalarını, enerji məntəqələrini. Yay aylarında Ərəbistanda yaşamaq mümkün olmayacaq. Həyat sönəcək. Həyat sönən kimi Amerika qoşunları da oradan çıxıb getməlidir. Yəni o istidə uzun müddət davam gətirə bilməyəcək. Bu çox sadə bir vəziyyət. Bəy, ərəblərin ümumiyyətlə necə qərar verəcək? Yəni sizcə, məsələn, biz görürük ki, Səudiyyə Pakistanla münasibətlər qurmağa çalışır. Qətər müəyyən mənada bir neçə yüz nəfərlik Türkiyənin bir hərbi hissəsi deyək, orada yerləşdirə bilib, əvvəldən düzdür bunlar. Ümumiyyətlə bu Amerikanın təhlükəsizlik qaranti məsələsinə inanacaqlarmı, yoxsa necə dəyişəcəklər və yaxud da ki, hansı addımlar ata bilərlər? Zənnimcə onların islah olunmasından keçib. Yəni mən pis mənada demirəm, islah olunması. Biz neytral yanaşırıq da məsələlərə. Təbii. Sadəcə olaraq öz xalqının hansı vəziyyətə düşməyi nəzərə alıram da, bunların verdikləri qərara əsasən o ərəb xalqları, oradakı ərəb millətləri nə vəziyyətə düşürlər. Bizdə də bəzən deyirlər, məsələn, Türkiyənin tutaq ki, haradasa bazası varsa, İran ora heç nə eləməz. Amma Qətər məsələsi göstərdi ki, Qətər nümunəsi göstərdi ki, İran buna da baxmır. Sadəcə olaraq Türkiyənin bazasını vurmur. Təbii. Türk əsgərlərinin olduğu yerə, onun yaxınlığına zərbə indirmiş. Amma Amerikadır, İsraildir, orada tutaq ki, onun bazaları varsa, orada kəşfiyyatçıları varsa, hamısını vurdular. Sonra Pakistan, məsələn, orada Səudiyyə Ərəbistanında da Pakistan. Pakistanlıların olduqları bazalara atmırlar. Ora zərbə indirmirlər. Fikrimcə, vəziyyət həqiqətən ərəblərin vəziyyəti acınacaqlıdır, çox acınacaqlıdır. Faktiki olaraq tükdən asılıdır. Trump nə desə, onu eləyəcəklər, axıra qədər. Və axıra qədər də bax, belə ola bilsin ki, təəssüf ki, məhv olub gedəcəkdir. Bu İsrailin ümumiyyətlə atdığı addımlara biz baxdıqda biz görürük ki, İsrail faktiki olaraq müəyyən mənada hansısa işlər görməyə çalışırdı. Həm ərazini genişləndirmək baxımından, həm ümumiyyətlə onun siyasətini tamamilə, yəni o rəqib sayılacaq. Çünki faktiki olaraq o Ərəb Liqası dağılandan sonra həmin o ölkədəki rəhbərlərin hamısı öldürüləndən və hakimiyyətlər dəyişiləndən, çevrilişlərdən sonra İsrailə müqavimət göstərəcək yeganə ölkə İran idi və müəyyən mənada da biz Türkiyənin şahidi oluruq. Və Amerika təbii ki, İsrailin dəstəkçisi idi və əsas dəstəkçisi idi və faktiki olaraq bir çox ölkələr də ümumiyyətlə İsrailə sırf Amerikaya görə hansısa bir formada təzyiq və yaxud da ki, güc nümayiş elətdirə bilmirdilər. Amma biz tamamilə indi bir çoxları iddia edirlər ki, məsələn, İsrail özdə ekspertlər də qeyd edirlər ki, artıq biz
Bir çox şeyləri itirmişik. Yəni çətindir vəziyyət. Yəni bunu İsrail tərəfi də qeyd edir. Burada Amerikanın da məsələn biz görürük ki, ilk dəfə idi ki, Vance Epstein məsələsi ilə bağlı çıxdı, bir bəyanat verdi, qeyd elədi ki, bunu birbaşa İsrailin ümumiyyətlə kəşfiyyatı ilə bağladığını qeyd elədi. Və faktiki olaraq ki, sanki belə bir fikir formalaşıb ki, sanki Amerika İsraildən, yəni İsrailin üzərindəki əlini çəkir. Bu Amerikanın yaxın şərqlə bağlı ümumiyyətlə siyasi, yəni strategiyasının dəyişməsidirmi? Və yaxud da ki, başqa bir ölkəyə Rusiyalılar demişdi, stavka eləyirlər, məsələn, Türkiyəmi və yaxud da ki, başqa bir ölkəyəmi? Və yaxud da ki, tamamilə Amerika yaxın şərqlə ümumiyyətlə yekunlaşmaq niyyətindədir. İsrail ümumiyyətlə Amerikanın maraqlarına artıq belə deyək də, maraqlarına ümumiyyətlə uyğun deyil. Siz necə görürsünüz? Səvat bəy, mənə elə gəlir ki, İsrail belə götürəndə bir şey itirməyib. Nə mənada bir şey itirməyib? Faktiki həmin sərhədlərdədir, o əlavə işğalları nəzərdə tutulanda və müharibədə də düzdür, 40 günlük müharibədə böyük zərbələr aldı, ciddi zərbələr aldı, amma həlledici zərbələr, məhv edici zərbələr deyil də bunlar. İsrailin itirdiyi gələcəklə bağlı o gələcək xoşbəxt, belə deyək də, dırnaqarası xoşbəxt həyatla bağlı, İsraildə qurulacaq, yer üzündə o qurulacaq cənnət, belə bir ideyaları var idi. O cənnətlə bağlı arzu və xülyaları oldu. Bax, bunu itirdilər. Bunu dəfələrlə demişəm. Böyük İsrail proyekti var. Həmin Böyük İsrail proyektində İrana belə bir rol ayrılmışdı ki, İranı tutmalıydılar. İranın təbii resursları hesabına İsrail çiçəklənməli idi. İranın insan resurslarında Türkiyə ilə və ərəb ölkələri ilə müharibəyə yönəltməlidirlər. Məhv olan bunlardır. Yəni, bax, bu arzular məhv oldu, getdi. Artıq geri qayıtmaz vəziyyətdədir. Yəni, o xəyallar heç biri həyata keçməyəcək. Bu bir. Sonra ikinci məsələ, Amerika İsraildən əlini çəkəcəkmi? Zənnimcə yox. Nəyə görə? Çünki Amerikada həm böyük Yahudi diasporu var, həm də Amerika siyasətində həmin o diasporun böyük rolu var, böyük təsiri var Amerika siyasətinə. Bəs İsrail siyasətini dəyişəcəkmi? Yaxın gün vaxtlarda görünmür. İsrailin siyasətinin dəyişməsi üçün çox ağır zərbələr alması lazımdır. Canlı itki verməsi, material itkilər verməsi, hədsiz dərəcədə ağır zərbələr almalıdır ki, siyasətini dəyişsin. Fikrimi nəyə əsaslandırırım? İsrail öz daxilində demokratik dövlət. Gəlin bundan razılaşaq. Yəni, orada seçilir, təyin olunur, əhalinin belə deyək də fikrini ifadə edir. Eyni şəkildə mən deyim ki, İran özü də o cəhətdən öz daxilində demokratik dövlət. Yəni, müəyyən bir qrupdur, əhalinin böyük bir hissəsini təşkil edən qrupdur. Həmin qrupun maraq və mənafelerini də dövlət təmsil edir. Seyid Əli Xameneyinin dəfnində də gördük ki, həmin o hissə, kəsim İran əhalisinin çox əhəmiyyətli bir hissəsidir. Bəlkə də 3də 2-dir. Və İsraildə də eyni vəziyyətdir. İsraildə əhalinin təxminən 4də 3-ü, hər 4 nəfərdən 3-ü rəy sorğularına əsasən Benyamin Netanyahunun siyasətini dəstəkləyir. Və İsrail hökuməti nə qədər ki, bu 4də 3 nisbəti dəyişməyib, 2də 2 olmayıb və yaxud da ki, əksinə çevrilməyib, İsrail hökuməti təxminən bu və ya digər dərəcədə indiki kursunu davam elətdirəcək və Amerikada həmin kursu bacardığı qədər dəstəkləyəcək. Amma nə qədər bacaracaq? Bax, söhbət bundan gedir. Vance'in bəyanatlarına gəlincə, burada iki fikir var, mənim fikrimdir. Bir fikir budur ki, həqiqətən də artıq Trump'ın komandasında parçalanma yaranıb. Parçalanma yaranıb, İsrailə dəstək məsələsində bunlar görürlər ki, Vance məsələn görür ki, vəziyyət yaxşı deyil. Bunu hiss edir. Amma Rubio əks cinahı təmsil edir. Və ona görə də artıq fikrim bildirir ki, çəkilmək lazımdır bu yoldan. İkinci ehtimal bundan ibarətdir ki, bunun özü əslində Trump'ın komandası daxilində razılaşdırılmış, belə deyək də, bir oyundur.
Amerika da demokratik dövlətdir axı. Amerikada İsrailə münasibət kəskin şəkildə dəyişir. Yəni elə eləmək lazımdır ki, növbəti seçkilərdə yenə də Trumpın fikrinə yaxın, mən o cinahın adını çəkmirəm. YouTube bəzən maneçilik törədir də o paylaşımın artmasına, çatdırmaya ona görə. Həmin cinahın adamın yenidən prezident seçilmə imkanını saxlamaqdan ötürü. Çünki Amerikada vəziyyət bu cür davam eləsə, Rubio'nun prezident olması ehtimalı faizi düşəcək aşağı. Bu halda Vensi keçirtmək lazımdır. Yəni bax bu fikir də var. İndi zaman göstərəcək ki, hansı düz çıxacaq. Və ümumiyyətlə biz həm də nəyin şahidi oluruq? Məsələn, Türkiyə Amerikanın sanki bir İranla müharibə aparmaq üçün sanki bir güc axtarışındadır. Yəni bunu bəzən iddia edirlər ki, bu Türkiyə ola bilər, bəzən deyirlər Pakistan ola bilər, hətta bizim coğrafiyanı da nəzərdə tutanlar var idi, ümumiyyətlə iddialar var idi bu yöndə. Siz necə düşünürsünüz? Türkiyə və yaxud da ki, Pakistan ümumiyyətlə Amerikanın bu oyununa gedərmi? Bunu ayıraq bir-bir izah eləyək. Əvvəl Türkiyədən başlayaq. Bayaq qeyd elədim o Böyük İsrail proyekti. Böyük İsrail proyekti birbaşa Ərəb ölkələrinə, dolayısıyla Türkiyəyə qarşı idi. İrana bunun reallıqda ərazi baxımından soyuğu yox idi, yəni əslində. Türkiyə hökuməti gözəl başa düşür, gözəl anlayır ki, əgər İsrail və Amerika İranı götürsə, növbəti hədəf sözün həqiqi mənasında Türkiyə olacaq. Daha doğrusu Suriyadan başlayacaqlar, Türkiyə reaksiya verməyə məcbur olacaq və ola bilsin ki, hələ sonra da gəlsinlər, çıxsınlar, lap hətta reaksiya verməsə belə, gəlsinlər və müəyyən əraziləri Türkiyədən istəsinlər. Ən böyük problem də fikrimcə İstanbulu, o boğazları gözləyir. Məsələn, necə ki, indi İran körfəzi məsələsində Amerika təzyiq göstərir, boğazı almaq istəyir. Bu fikir bəlkə də indiyə qədər səslənməyib də. Yəni, reallıq bundan ibarətdir ki, Amerika hər yerdə boğazları götürmək istəyir. Dünyanın bir çox ölkələrində. Və Bosfor boğazının da, İstanbul ətrafında, bax, onun da növbəsi İran məsələsindən sonra ona da növbə çata bilər. Türkiyə bunu gözəl başa düşür, anlayır. Birinci, yəni hədəflərdən biri bax, ora olacaq. Türkiyənin ona görə bu məsələyə qarışmasına inanmıram. Açığı, bizdə də bəzi insanlar, xüsusilə İran, belə deyək də, İrana rəğbət bəsləyənlər, Ərdoğanın o Trumpı qarşılamasını, sosial şəbəkələrdə də qoluna girməsini və s. belə çox əsəbi halda, bəzən lağlağı ilə belə yanaşırdılar. Türkiyənin özündə də yeri gəlmişkən, yəni çox aqressiv münasibət oldu buna. Amma nəzərə alınırlar ki, Ərdoğan çox dahi, çox ağıllı, çox bilikli siyasətçidir. Burada sizin yazınızda mən elə onu oxudum. Belə bir maraqlı məsələ oldu. Deməli, Trump gələndə Türkiyəyə təyyarədən düşməmiş, dedi ki, F-35 proqramına Türkiyəni mən qaytaracağım. Düzdür, F-35 proqramına qaytarmaq özü prosedur kimi sadə məsələ deyil. Bu konqresdən keçməlidir, Amerikada o sənədləşməlidir və s. Amma əsas nöqtələri qeyd edirəm. Birinci nöqtə, dedi ki, qaytaracağım. İkinci nöqtə, gedəndə dedi ki, hələ bu məsələ ilə bağlı yekun qərar verilmir. Ortada nələr oldu? Türkiyə rəhbərliyinə dedi ki, sizin ordunuz möhtəşəmdir, Türkiyənin ordusu güclü ordudur, böyük ordudur, Ərdoğan möhtəşəm və mükəmməl rəhbərdir və s. Ərdoğan da ona dedi ki, siz mükəmməl prezidentsiz, təxmini də indi mənim yadımda qalanı deyirəm, böyük insansız, mükəmməl prezidentsiz və s. Amma gedəndə nə dedi? Dedi ki, qərar verməmişim. Ərdoğan onunla, Trump'la, onun öz başa düşdüyü, qəbul etdiyi, normal yanaşdığı dildə danışdı. Belə deyək, onu yola verdi və məharətlə yola verib yola saldı. Yəni, bax, fikrimcə onu Trump'ın iki hədəfi var idi Türkiyəyə gəlməkdən. O, NATO'nun sammitində iştirak eləməzsə o qədər onun üçün önəmli deyildi. Konkret onun hədəfi Türkiyə idi. İki məqsəd üçün gəlmişdi. Birinci, fikirləşirdi ki,
müəyyən nələrsə vəd eləməklə, nəyisə tərifləməklə, nəyisə söz verməklə Türkiyə qoşunların bayaq o dırnaqarası deyirəm də, arendaya götürüb İran körfəzində əməliyyatlara cəlb eləyərəm. Bu məsələdə yox cavabı aldı. İkinci məsələ Türkiyədən S-400 raketlərini almaq istədi. S-400 raketlərin almasının da iki səbəbi var. Bir səbəb budur ki, mənə elə gəlir həlledici səbəbdir, əsas səbəbdir. S-400 raketləri faktiki olaraq Türkiyəni gələcəkdə F-35-lərdən qoruyan əsas silah olacaq. Çünki Amerika raketləri, Amerika tutaq ki, tipli silahlar yeri gələndə söndürə bilərlər, müdaxilə edə bilərlər. S-400 Türkiyə üçün əslində hava və su kimi əhəmiyyətlidir bu vəziyyətdə, bu situasiyada. İkinci məsələ, o da obyektivdir. Körfəz ölkələrində Patriot raketləri tükənib. Bir Patriot raketinin hazırlanmasına 2 il vaxt gedir, 4 milyon dollarda pul sərf olur. Türkiyədə 200 ədəd S-400 raketi var. S-400 raketi Patriot 3 raketlərindən, PAK-3 raketlərindən daha effektli sayılır. PAK-3 raketləri İran ballistik raketlərinin 3%-ni vura bilir. Yəni, belə deyək, 3 ballistik raketi vurmaqdan ötürü 100 Patriot raketi atılmalıdır orta hesabını. Amma S-400 raketlərində bu faiz bir qədər yüksəkdir. Hardasa ola bilsin 4-5%. Yəni bu raketləri bir də ola bilsin siper qurğuların, çünki Amerika həqiqətən o raket hücumundan müdafiə, dron hücumundan müdafiə sistemi o qədər zəifləyib ki, körfəzdə. Nə gəldi almağa hazırdılar. Amma görürsünüz, heç ona da razılıq vermədilər. Dedi ki, Rusiya ilə məsləhətləşmə aparılmalıdır. İndi Rusiya strateji müttəfiqi olan İrana qarşı, İranın raketlərinə qarşı istifadə olunacaq raketlərin körfəz ölkələrinə verilməsinə razılıq verərmi? Aydın məsələdir ki, yox. Yəni, Türkiyəni qoyuruq bir qərara. İndi keçirik Pakistana. Pakistan məsələsi bir qədər qəlizdir. Bunun Pakistanın Səudiyyə Ərəbistanı ilə müqaviləsi var. Amma Pakistanın da bu məsələdə açığı bəzən mənim özüm də deyirəm ki, Pakistan heç vaxt bu məsələyə qol qoymaz, amma axıra qədər inam yoxdur. Düzün desəm, axıra qədər inam yoxdur. Sırağa gün Pakistan hətta İrana sərt şəkildə xəbərdarlıq göndərmişdi deyilənə görə, yenə kütləvi informasiya vasitələrində ki, Səudiyyə Ərəbistanı qırmızı xəttimizdir. Amma Pakistanın da bu məsələyə müdaxilə etməsinə 3 məsələ mane olur. Birinci məsələ Çin amilidir. Çin Pakistanın başının üstündədir. Yəni, Pakistan əgər orada qoşun salsa, qoşun göndərsə, indi bunun xırdalığına getmirik, bu başqa geniş söhbətin mövzusudur. Çin nəyə görə bunu? İkinci məsələ, Pakistanda xeyli şiə yaşayır. Bunların sayı milyonlardır. Yəni, terror hücumları ola bilər, partisan hücumları ola bilər, çaxnaşmalar baş verə bilər və s. Üçüncü amil, şiələri də qoyaq bir qırağa. Ümumiyyətlə, bunu bir dəfə mən yazımda demişdim. İsrailin iştirak elədiyi müharibələrdə heç bir müsəlman ölkəsi iştirak eləmək istəmir ki, özün gələcəkdə ləkələməsin. O cümlədən Pakistanın istər sünni, istər şiə və yaxud da istər hətta dünyəvi, belə deyək də, o müsəlman olan əhalisi və hökuməti bu məsələyə əslində məntiqlə qol qoymalı. Yəni, üçüncü məsələ budur. Amma hansısa formada qoşula bilər. Hansı formada qoşula bilər? Əgər Husilər, Yəmənlər quru əməliyyatlarına başlasalar, tutaq ki, Səudiyyə Ərəbistanının hansısa şəhərlərinə sırf hücum eləsələr, onda ola bilsin qoşulsun. Sonra Yəməndən raketlər atılanda ola bilər ki, Pakistan çalışsın ki, onların qarşısını alsın. Amma demişik də, ballistik raketlərin qarşısını almaq mümkün deyil. Bu bir mənalıdır. Yəni, fikrimcə bax bu qədər. Belə, bunların iştirak səviyyəsi belə ola bilər. Amma yenə deyirəm də, bu əməliyyat şəraiti o qədər mürəkkəb və qəlizdir ki, hər şey gözlənilə bilər. Bir səbəb də var, onu da nəzərə alaq ki, İran artıq nüvə ölkəsidir. Rəsmi elan olunmasa da, sınaq gizli keçirilsə də, bir dəfə keçirilib səhrada, yerin altında, dərinlikdə. Amma faktiki olaraq İran nüvə ölkəsidir. Düzdür, Pakistan da nüvə ölkəsidir. Pakistanın hardasa 170-ə yaxın başlığı var, nüvə başlığı var. İranda onların sayının təxminən 25 olduğu güman edilir. İranın ərazisi Pakistandan 2 dəfə böyükdür, Pakistanın da əhalisi İranın əhalisindən 2 dəfə çoxdur.
Hə, yəni hər şey mümkündür. Bunu biz istisna eləmirik də. Əməliyyat şəraiti orada kifayət qədər mürəkkəb və qəlizdir. Amma bu sadaladığım amillər göstərir ki, böyük ehtimalla bunlar eləməyəcəklər. Və bu Husilər demişkən, bu ayağı tapçıqalı, pencəkli əl avtomatlılar indi də Babel-Mənbət boğazını konkret olaraq bağlamaq niyyətindədirlər. Çünki orada açıq şəkildə qeyd elədilər ki, əgər Hörmüz boğazı ilə bağlı, yəni Amerika ümumiyyətlə bu məsələni çox uzatsa, onlar da hazırlığın getdiyi ilə bağlı dəqiq informasiyalar da var. Yəni sırf Babel-Məndəb boğazını tamamilə bağlamaq niyyətindədirlər. Ümumiyyətlə siz Bosfor dediniz, amma sanki görünən odur ki, birinci mərhələdə Hörmüz idi, ikinci mərhələdə bu Babel-Məmməd boğazı idi. Və orada Çinin maraqları var, Rusiyanın maraqları var, təbii ki, Avropa ölkələrinin maraqları var. Ümumiyyətlə Husilər Qırmızı dənizi faktiki olaraq iflic ediblər. Yəni orada ümumiyyətlə onları tamamilə oranı xaotik bir vəziyyətə çeviriblər. Siz necə görürsünüz? Ümumiyyətlə bu o istiqamətdə hansısa bir toqquşmalar mümkündürmü? O istiqamətdə toqquşmalar nəinki mümkündür, fikrimcə hətta olacaq. Olacaqdır toqquşmalar. Çünki belə vəziyyət Yəməndə uzun müddət davam edə bilməz. Blokada vəziyyətindədirlər, ölkə parçalanıb faktiki olaraq, əhalinin düzdür, əksər hissəsi Husilərin ərazisinə düşür, nəzarət elədikləri əraziyə düşür. O, ikinci Səudiyyə Ərəbistanının nəzarəti altında olan hökumətin əlində olan ərazilərsə əsasən səhralıq və qumluq yerlərdir. Yəni Yəmənin o məskunlaşmış əraziləri sayılmır. Düzdür, böyük olsa da. Onlar sayılmır. Orada sözsüz ki, toqquşmalar olacaq. Bu İranın əlində olan kozurlardan biridir. İranın əlində olan ikinci kozur, belə deyək, İraqdakı o Kətaib Hizbullah təşkilatıdır. Sonra yeri gələndə lap Həşd-i Şabi qruplaşmalarıdır. Əslində o Kətaib Hizbullahın özü də həmin o Həşd-i Şabinin içindədir. Yəni bütün o qruplaşmalar faktiki olaraq İran bu dəqiqə İraqdakı qruplaşmaları işə salmayıb, Yəməndəki qruplaşmaları işə salmayıb. Sonra əlində başqa kozurlar da var. Cənubi Qafqazla bağlı müəyyən o fikirlər var ki, bunlar onu söyləyirlər, deyirlər. Yəni bunlar hamısı göstərir ki, İran özünə həddindən artıq arxayındır. Son həddə gəlib çatmıyor. Görürsünüz nə qədər rahat şəkildə hərəkət edir. İraqı bu dəqiqə partlada bilər, ha. Yəni qaldıra bilər orada. Xameneyinin dəfnində göründü də, bu 10 milyondan çox, İraqın əhalisi elə 20-25 milyondur. Bunun yarıdan çox gəldi o dəfnində iştirak edən. O, belə deyək də, o vidalaşma mərasimində iştirak edən. Amma bunu işə salmayıb. Düzdür, son məlumata görə Küveyt ilə sərhəddə artıq o İraqlı şiyələrin dəstələri Amerikalılara zərbələr indirirlər, amma tam belə təsdiqlənməyib də, yəni bilinmir. Sadəcə olaraq deyirlər ki, orada döyüşlər gedir. Yəməndə də vəziyyət belədir və bir dənə orada bir məsələni də qeyd edeyim. Türkiyənin hesab edirəm ki, iki böyük səhvi oldu bu məsələlərdə. Birinci səhvi Suriya məsələsində oldu. Bəşər Əsədi istənilən halda var gücü ilə öz tərəfinə çəkməli idi Türkiyə dövləti vaxtında. Yəni bu ola bilsin uzun proses olardı, ola bilər ki, vaxt tələb eləyərdi. Çünki o inan və etibar hissi yaranmalıdır da, qarşılıqlı inan və etibar hissi. Necə ki, məsələn, Azərbaycanla münasibət qurub Türkiyə, başqa Orta Asiya respublikaları ilə münasibət qurur, eyni şəkildə Suriya ilə də həmin münasibəti aparmalı idi və nail olmalı idi ki, Suriya dövləti keçsin onun tərəfinə. Burada Türkiyəyə mane olan bəzi Türkiyə rəhbərliyində olan bəzi məzhəbçi şəxslər oldu ki, bunlar maneçilik törətdilər. Mənə elə gəlir ki, Ərdoğanın orada düzgün qərar verməsinə nəsə bir ya maneət törətdilər, ya problem yaratdılar. Bəlkə də bizim bilmədiyimiz məsələlər də var. Ola bilər ki, alınmayıb heç, bəlkə də Türkiyə cəhd göstərib, amma indi görünən tərəfini deyirəm, Bəşər Əsəd özü Ələvi ailəsindən olsa da, faktiki olaraq Əhl-Sünnənin Hənəfi məzhəbini qəbul eləmişdi. Onun sünni məscidlərində namaz qılması, cümə namazlarında iştirak eləməsi, bu hamısı sənədləşdirilib. Yəni bu videolarda var. Bax, bu bir tərəfi. Burada nəyi itirdi Türkiyə? Suriyanın çox güclü hava hücumundan müdafiə sistemi vardı. Həmin sistem həm Türkiyəni qoruyurdu, həm də İranı qoruyurdu faktiki. İsrail təyyarələrindən. Bəşər Əsəd hökuməti yıxılan kimi
İsrail birinci həmin o sistemi vurdu, sıradan çıxartdı. Eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemləri idi. S-300'lər idi, sonra Suriyanın özünün müəyyən sistemləri var idi, onlar idi. Yemen məsələsində nə edirdi? Yemendə rəsmi, belə deyək də, o Husilərin məzhəbi Zeydilikdir. Bizdə deyirik şiəlikdir, bax bu hamı bunlara şiə deyir və tarixində şiə kimi qəbul olunur. Amma məsələ burasındadır ki, Yemen şiəliyi ilə Zeydiliyi ilə bizim mənsub olduğumuz şiəlik arasında çox böyük fərq var. Əsas fərq nədən ibarətdir? Yemen Zeydiləri ümumiyyətlə Zeydilər inanırlar ki, Məhəmməd Peyğəmbər əleyhissalamdan sonra xəlifələr olmalıydı, hətta qəbul edirlər. Bir deyirlər Əbu Bəkir, Ömər, Osman məsələsində ixtilafdadılar. Daha doğrusu Osmanın xəlifəliyin, xilafətini qəbul eləmirlər. Ondan sonra deyirlər ki, Əli və sonra da Həsən, İmam Həsən əleyhissalam, sonra İmam Hüseyin əleyhissalam. Ondan sonra Zeydilərin fikrinə görə hansı Seyid xəlifənin olması üçün vacib şərtlər nədir? Bir, Seyid olmalıdır. İkinci, olmalıdır bu adam deməli alim olmalıdır. Seyid, alim və bir də ədalətli adam olmalıdır, mömin olmalıdır. Bu şərtlər var. Hənəfi məzhəbində və yaxud da Əhl-i-Sünnənin digər məzhəblərində xilafət məsələsinə münasibət belədir. Qureyşi olmalıdır, yəni yenə gəlir çıxır konkret bir nəslin üstünə, biraz geniş götürüblər. Bu Zeydilər deyirlər ki, yalnız Əli əleyhissalamla Fatimə-i Zəhra əleyhissalamın nəslindən olan şəxs olmalıdır. Bunlar deyirlər ki, yox, Qureyş tayfasından olsa olar. Yəni bu Əhl-i-Sünnədə qəbul olunmuş qaydadır. Ha, bu buna heç kim şək eləməsin. Xilafət məsələsində yəni münasibət belədir ki, mütləq Qureyşli olmalıdır və alim olmalıdır, bir də ədalətli olmalıdır. Ədalət məsələsində mübahisə var. Məsələn, Əhl-i-Sünnədə bəziləri deyir ki, ədalətli olmalıdır, bəziləri deyir ki, ədalətli olmaya da bilər. Yəni Zeydilərlə Türkiyənin vaxtında yaxınlaşmaq imkanları var idi. Özdə Zeydilərin Əbu Hənifəyə münasibətləri çox yaxşıdır. Türkiyənin o məzhəb imamına münasibətləri çox yaxşıdır. Onu özlərinin imamlarından hesab edirlər, alimlərindən hesab edirlər. Yəni hesab edirlər ki, Əbu Hənifə özü Zeydi olub. Bax, bu məsələdə bir balaca Türkiyə fikirləşirəm ki, vaxtında daha düzgün siyasət yürütücüydü. Yemen üzərində özü nəzarəti əldə edə bilərdi, götürə bilərdi. Amma təbii ki, bunun üçün Səudiyyə Ərəbistanla qarşı durmaya getməli idi, başqa problemlər yaşamalı idi. İndi İranın bir növ elədiyi işlər eləməli idi. O da aydın məsələdir, müəyyən səbəblərə görə mümkün deyil. Və ümumiyyətlə biz digər istiqamətlərdən danışdıq, amma nəzərə almaq lazımdır ki, bizim coğrafiya da təhdid altındadır. Məsələn, buna artıq rəsmilər də deyirlər ki, məsələn, daxildən təhdid yoxdur, amma xaricdən təhdidi heç kim dana bilməz. Yəni faktiki olaraq elə bir dünyada yaşayırıq ki, xarici təhdid məsələsi var ortalıqda. Siz necə düşünürsünüz? Ümumiyyətlə bu təhdidlər nə qədər realdır? Ümumiyyətlə bu təhdidlər Azərbaycana ümumiyyətlə məsələn hansı nəticələr verə bilər? Biz son günlər həm də nəyə şahid oluruq? Məsələn, açıq demək lazımdır. Məsələn, seçkilərdən qabaq Azərbaycan mətbuatında və yaxud da ki, telekanallarda Paşinyanı az qalsın bir sülh güvərçini eləmişdilər. Amma indi məsələn ASTV-nin efirindən və digərlərinin efirindən baxırıq ki, Paşinyanı tənqid edirlər, Paşinyanı diktator adlandırırlar, Paşinyanı nə bilim müxalifəti sıxmağını qeyd edirlər. Və bəzi bizim ekspertlər var. Adlarını seçməni istəmirəm. Məsələn, qeyd edirlər ki, artıq biz əməliyyatlar həyata keçirməliyik. Yəni Azərbaycan ordusu Zəngəzur istiqamətində əməliyyatlar həyata keçirməlidir. Ümumiyyətlə, nə görürsünüz? Yəni, yeni müharibə dalğası mı gəlir və yaxud da ki, bu təhdidlər necədir? Və necə qiymətləndirirsiniz? Bir neçə məsələni burada qeyd edeyim. Amma bəri başdan onu da vurğulayım ki, bu deyəcəyim sözlərin bizim dövlətimizə heç bir aidiyyəti yoxdur. Çünki dövlətimiz nə etmək lazım olduğunu özü bilir və yəqin ki, ən düzgün şəkildə onu həyata keçirir. Ciddi təhdidlərdən biri fikrimcə budur ki, Orta Asiyada diqqət yetirirsə, çox müəyyən proseslər gedir. Məsələn, Amerikalılar ora tez-tez gəlirlər, sonra İsraillə müəyyən yaxınlaşmalar var, Avropa İttifaqı ilə münasibətlər var, Qazaxıstan, burada xüsusilə Qazaxıstanın, Türkmənistanın və Özbəkistanın adı çəkilir bu məsələlərdə, bu proseslərdə.
Sonra Trumpla münasibətlərdir və s. Bunu nəyə görə deyirəm? Bir dənə xəritəni gözümüzün qabağına gətirək. Hamı bilir də bunu. Orta Asiyanın şimalı düşür Rusiyaya. Cənubu düşür İrana. İrandan aydın məsələdir ki, bu gedə bilməz. Sonra bir tərəfə də düşür Əfqanistana. Əfqanistandan da taliblər vurub Amerikalılar çıxarıblar. Oradan da bu deməli axın gedə bilməz, mümkün deyil. Sonra şərq. Şərq tərəfi düşür Çinə. Qırğızıstanla sərhəd var. Bu da mümkünsüzdür. Bir dənə orada dəhliz qalır. Bu hansı dəhlizdir? Xəzər dənizi, Azərbaycan, Ermənistan, Gürcüstan və oradan qərbə. Yəni, bax, bunun özüm hesab edirəm ki, Cənubi Qafqaz üçün çox ciddi təhdiddir. Axır vaxtlar hətta ruslar deyirlər ki, təbii ki, hesab edirəm ki, bu yəqin ki, böhtandır, yəqin ki, nəyisə hazırlıqdır, ola bilsin, indi biz bilmirik. Deyirlər ki, Ural tərəfdə Rusiyanın obyektlərinin vurulması zamanı Ukrayna Qazaxıstan ərazisindən istifadə edib. İndi necə, hansı formada istifadə edib biz bilmirik də, ya kəşfiyyat məlumatları toplamaq üçün, yaxud ola bilsin oradan göndəriblər, tutaq ki, hansısa yollarla və s. Yenə deyirəm, bu zənnimcə düzgün deyil, səhih deyil. Amma reallıq budur ki, orada müəyyən proseslər gedir. Amerikalıların gəlməsi, getməsi, İsraillərlə müqavilələr, Avropa İttifaqı ilə danışıqlar və s. Trumpın o zonada aktivliyi, bu ancaq belə fikirləşir də, yəni Rusiya, tutaq ki, mən Rusiyanın yerinə qoyuram özümü, İranın yerinə qoyuram. Fikirləşir ki, bu hardan gəlir? Azərbaycan, Ermənistan, Azərbaycan, Ermənistan, Gürcüstan, Azərbaycan. Bu xəttindən gəlir. Bu da bizim üçün nəyə görə təhdiddir? Çünki Rusiya bunu bəhanə gətirərək müəyyən işlər görə bilər. Bu birinci təhdid. Sonra ikinci məsələ. İkinci məsələ bundan ibarətdir ki, o deyirik Trump dəhlizi. Düzdür, onu bəzən mətbuatda gedir, deyirlər, məsələn, Turan dəhlizi deyirlər buna və s. Trumpın adının çəkilməsi İranda hədsiz dərəcədə ciddi qıcıq yaradır. Bir dənə məsələni yadımızda saxlamalıyıq. Biz həmişə deyirik, dövlətlər arası münasibətlər və s. Dövlət münasibəti başqa cürdür. Amma dövləti təşkil edən kimdir? İnsanlardır. İranın da bugün rəhbəri kimdir? Seyid Müştəbə Xamenei. O şəxsdir ki, bunun atasın, anasın, həyat yoldaşın, bacısının qızının Amerika Trump öldürüb. Faktiki Trump öldürüb də, yəni belə götürəndə. Yəni bu məsələdə yenə deyirəm, bunun dövlətimizə aidiyyatı yoxdur. Kütləvi informasiya vasitələrindən gedir. O Azərbaycanda müəyyən təbəqədən gedir. Bir balaca ehtiyatlı olmaq lazımdır, nəzərə almaq lazımdır. Bu məsələ həqiqətən çox ciddi qıcıq yarada bilər. Bax, bir fikrimcə Orta Asiyadakı problemdir, ikinci budur. Sonra üçüncü məsələ, ciddi məsələ Ermənistanın, düzdür, Paşinyan ağıllı siyasət yürüdür axır vaxtlarda. Yəni Rusiya ilə də çalışır, münasibətləri nizamlasın, sonra Qərblə də. Burada bilirsiniz, elə bil ki, həm Azərbaycandan asılıdır bu məsələ, həm də Ermənistandan asılıdır. Ermənistanın səhvi Azərbaycana baha başa gələ bilər. Azərbaycanın da hansısa bir hərəkəti Ermənistana baha başa gələ bilər. Yəni fikrimcə hətta bu ölkələrin, bu iki ölkənin, bizim ölkə ilə Ermənistanın yaxınlaşması üçün əlverişli bir fürsətdir. Nə mənada? Çünki təhlükə ümumi təhlükədir. Ona görə bu siyasət də razılaşdırılmış şəkildə həyata keçirilməlidir. Məsələn, Ermənistan həddindən artıq qərbə tərəf yıxılsa, bütün Qafqaz regionu düşəcək Rusiyanın zərbəsi altına düşə bilər. Bəzən deyirlər ki, Rusiya çox zəifləyib, indi o başqa söhbətin mövzusudur. Amma faktiki olaraq biz baxırıq ki, Rusiyanın Ukraynada istifadə elədiyi ordu ancaq muzlu ordudur. Sonra Rusiyanın zəifləməyini deyiriksə, əsas diqqət yetirməliyik nəyə? Bir, Rusiyada əmək haqqı, minimal əmək haqqı, orta əmək haqqı hansı səviyyədədir və verilirmi? Rusiyada təqaüdlər verilirmi? Uşaq pulları verilirmi? Ətin, çörəyin, kartofun, 2 il ərzində verilirmi? 3 il ərzində verilirmi? 4 il ərzində verilirmi? 5 il ərzində verilirmi? 6 il ərzində verilirmi? 7 il ərzində verilirmi? 8 il ərzində verilirmi? 9 il ərzində verilirmi? 10 il ərzində verilirmi? 11 il ərzində verilirmi? 12 il ərzində verilirmi? 13 il ərzində verilirmi? 14 il ərzində verilirmi? 15 il ərzində verilirmi? 16 il ərzində verilirmi? 17 il ərzində verilirmi? 18 il ərzində verilirmi? 19 il ərzində verilirmi? 20 il ərzində verilirmi? 21 il ərzində verilirmi? 22 il ərzində verilirmi? 23 il ərzində verilirmi? 24 il ərzində verilirmi? 25 il ərzində verilirmi? 26 il ərzində verilirmi? 27 il ərzində verilirmi? 28 il ərzində verilirmi? 29 il ərzində verilirmi? 30 il ərzində verilirmi? 31 il ərzində verilirmi? 32 il ə
qiyməti hansı səviyyədədir? Vəssalam. Bir dənə pivənin qiyməti qalxıb. Yerdə qalan hamısı normal səviyyədədir. Hə, normal. Yəni burada Rusiya artıq Rusiyanın zəifləməsindən danışmaq biraz tezdir. O bizim ekspertlər düşürlər, danışırlar. Bu da bir dəfə demişdim, müəyyən dövlət strukturların çaşdıra bilər. Məsələn, onlar da baxırlar o materiallara, açıq mənbələrlə işləmək lazımdır. Tutaq ki, bizim Xarici İşlər Nazirliyi, digər strukturlarda baxırlar, fikirləşirlər ki, Rusiya doğrudan dağılır. Rusiyanın dağılmasından hələ söhbət getmir. Maraqlıdır. Və ən sonda bax elə bizim elə ekspertlərimizə dediniz və yaxud da ki, nə bilim insanların düşüncəsinə, ümumiyyətlə ehtiyatlı olma məsələsinə biz bir tarixə baxırıq bu məsələndə. Mən bu məsələni çox qabardıram, həmişə çox deyil. Arada deyirlər ki, çox deyinirsən bu məsələnin üzərində. Amma məsələ nədir? Məsələn, biz baxırıq da 1900-cü illərin əvvəllərində yazılan məqalələr, şeirlər, nə bilim, əsərlər və indiki bir vəziyyətə baxırıq. O dövrün təfəkkürü, indiki dövrün təfəkkürü 100 ildir niyə dəyişmirik biz? 100 ildir niyə dəyişmirik? Mən deməzdim dəyişməmişik. Kifayət qədər dəyişiklik də var. Kifayət qədər dəyişmişik. Amma əsas səbəb nədir? Həmişə bunu qeyd eləmişəm də. 100 il əvvəl bizdə təhsil nə vəziyyətdə idi? Orta təhsil nə vəziyyətdə idi? Yaxşı deyildi. 100 il sonra indi hansı vəziyyətdədir? Yaxşı deyil. İndi də yaxşı deyil. Yəni, bax, dəyişməməyimizin səbəbi budur. Orta təhsil yaxşı olmalıdır. Arada orta təhsil müəyyən dövrlərdə yaxşı oldu. Məsələn, bax, Qori, tutaq ki, Qori seminariyası açılmaqla ora göndərdilər və bütöv bir pliyada yetişdi. İndi düz deyil, bəzilərinin məsələn fərqli münasibət var. Deyirlər, yox, o qədər tərifləndiyi şəkildə deyil, tərifləndiyi səviyyədə deyil. Məsələn, tutaq ki, hansısa başqa ölkələrin müəyyən o ziyalıları, şairləri, yazıçıları var. Deyirlər, yox, bizimkilər. Amma bizdə həqiqətən çox nəhəng şairlər, nəhəng yazıçılar olur 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində. Sonra Sovet dövründə də müəyyən bir müddətdə təhsil normal oldu. Mən Sovet təhsilinə heç vaxt, belə deyək də, nə yüksək qiymətləndirmirəm, nə də aşağı. Rus dilli məktəblərdə təhsil yüksək səviyyədir. SSRİ-də. Bu da imperiya siyasəti idi. Çalışırdılar eləsinlər ki, insanlar, övladların, uşaqların Rus dilli məktəblərə qoysunlar. Bu tamamilə başqa bir vahid ümmət yaratmaq istəyirdilər, belə deyək, Sovet sistemi ilə. Ki, bir dildə danışan, eyni cür düşünən, belə bir millət yaratmaq istəyirdilər, Sovet milləti. Bu da, yəni bu Rus şovinizmi ilə bağlı deyil, bunu istənilən dövlət çalışır belə eləsin. Bəzən buna münasibət biraz başqa cür olar. Bunlar Rus şovinisti idilər, ona görə eləyirlər. Təbii ki, şovinizm var. Hər bir millətin içində millətçisi də var, xəstəsi də var, anormalı da var, şovinisti də var. Amma əsas burada ana məqsəd vahid millət yaratmaq idi ki, hamı bir nöqtəyə vursun. Bu da bizə sərf eləmirdi. Çünki bizim milli adət-ənənəmiz əldən gedirdi. Qazaxstanda buna müəyyən qədər nail olmuşlar. Hələ SSRİ dövründən əvvəl, Çar dövründə belə bir proyekt işlənmişdi. Joltaya Rus, sarı Rus. Var Belaya Rus, Belarus. Sonra var Malaya Rus, Malaya Rus Ukraynadır. Var Velikaya Rus. Bu, və nəzərdə tutmuşdular Joltaya Rus. Qazaxstan, Qırğızstan, bax, birinci mərhələdə bura getməli idi. Sonra onun arxasınca o biri Orta Asiya Respublikaları. Əllərini üzmüşdülər 3-4 millətdən əsasən. Biri Azərbaycanlılar idi, biri Özbəkləri idi, biri də Taciklər idi. Ən problemli millətlər bunlar idi onlar üçün, Ruslar üçün. Bunlardan əllərini üzmüşdülər ki, bunlar assimilyasiyaya çox çətinliklə gedir. Nəyə görə assimilyasiyaya getmirlər? Çünki faktiki olaraq bu xalqları qoruyan İslam dini idi. Bunların dinə bağlılığı idi. İndi ikinci mən problemi də gətirirəm, nədir bizim belə düşünməyimizin, bu vəziyyətə gəlməyimizin səbəbi?
bizi bəzən sosial şəbəkələrdə yenə deyirəm, bunun dövlətimizə aid eləmirəm də, bu dövlətlə əlaqəsi yoxdur. Bayaq dediyim məsələndə biz hamı əksinə dövlətə kömək eləməlidir. Məsələn, o bayaq qeyd elədiyim ki, var Trump dəhlizi. Bu Trump dəhlizi bunu tez-tez işlətməklə biz dövlətimizə ziyan vurur. Dövlət özü bilir də neyinir. Bu eləmək lazım deyil bunu. Qıcıq yaradır. Eyni zamanda bax burada da dövlətin tutaq ki, dinlə bağlı özünün siyasəti var. Amma bu tez-tez biz görürük. Müəyyən şəxslər çıxırlar, hayküy salırlar, İslam dini ilə mübarizə, nə bilim, nə və s. Sonra görürsən həmin adamlardan bəziləri də müəyyən yerlərə gəlir çatır, müəyyən qərarlar verə bilir, və yaxud da onlarla bağlı olan şəxslər və bu da bizi ənənəmizin, adətlərimizin vacib bir hissəsindən kənarlaşdırır. Bax, məsələn, elementar bir söz deyim, misal deyim. Azərbaycan xalqının çox gözəl bir xüsusiyyəti var. Heç bir xalqda bu yoxdur. Müsəlman xalqlarında bu ancaq. Azərbaycanlılarda isə bu özün ən yüksək həddə göstərir. Yəni, reallıqda da, faktiki praktikada həyata keçib. Qarabağ müharibəsi vaxtı nə qədər erməni uşaq öldürülüb? Demək olar ki, ola bilər haradasa bir bomba gedib düşüb, tutaq ki, raket gəlib düşüb, haradasa təsadüf nəticəsində. Heç bir statistikada yox idi. Amma 44 günlük müharibədən deyirsinizsə, ümumiyyətlə yox. Yox. Hətta Thomas de Waal'ın Qarabağ Çorny adlı əsəri var. Orada belə bir məsələni qeyd edir. Deyir ki, Sumqayıt hadisələrində, o düzdür, biraz ermənilərin mövqeyinə yaxın mövqedən yazır. Deyir ki, belə elədilər, elə elədilər. Amma deyir ki, mənim diqqətimi bir məsələ cəlb elədi. Ona deyir, çox təəccübləndim. Sumqayıt hadisələrində bir uşaq öldürülməmişdi. Deyir, çox qəribə şeydir ki, Azərbaycanlılar uşaqları öldürmədilər. Bu hardan gəlir? Bunun iki səbəbi var. Ciddi səbəbi var. Birinci səbəbi İslam dini ilə bağlıdır. Çünki İslam dini qadınların, uşaqların öldürülməsini qadağan edir. İkinci səbəb bizim xalqımızın həqiqətən dərin dövlətçilik təsəvvürü var. Təfəkkürü var. Dövlətçilik təfəkküründə nədir? İnsan əsas resurslardan biridir. Uşağı niyə öldürmək olmaz? Çünki uşaq bir növ belə deyək də plastilindir. Sən bunu saxlayıb özün üçün lazım olan bir deməli vasitə kimi yetişdirə bilərsən. Praktik tərəfində eləmək, heç humanizmi, o insanpərvərliyi, hər şeyi qoyuram bir qırağa. Yəni bunun praktiki tərəfi budur. Hətta ermənilərin özlərinin də belə bir deməli o Marağa kəndi var da, Xocalı hadisəsindən bir ay sonra bizim ordu Marağa kəndini tutmuşdu. Orada ermənilərin memorialı var, belə o internetdə bir səhifədə qoyublar. Marağada öldürülən, güya öldürülən ermənilərin siyahısı. Həmin siyahıda da bir uşaq yoxdur. Bir nəfər azyaşlı yoxdur. Hətta belə bir hekayə var idi. Deyir ki, bir erməni uşağı itkin düşür orada. Sonra axtarırlar, ermənilər soraqlaşırlar. Bu gəlir, çıxır Gəncədə bir uşaq evindən çıxır. Məlum olur ki, Gəncədə uşaq evində saxlanılır. Bunun bizim əsirləri verib bununla dəyişirlər uşağından. Uşaq çox sağlam, çox hər şeyi, yəni yaxşı vəziyyətdə, heç bir zərər zad toxunmayıb, qız uşağıdır. Bir dənə orada narazılıqları nə idi? Deyir ki, erməni dilini bilmirdi. Bir də o dəyişmə vaxtı ağlaya-ağlaya qaçırdı Azərbaycanlıların üstünə ki, mən getmək istəmirəm. O Azərbaycanlı tərbiyəsinin üstünə. Bunu ermənilər yazır. Bunun şey yazmır, biz yazmırıq. Qaçır Azərbaycanlı tərbiyəsinin üstünə, orada o baxsalı. Gör buna erməni uşağı olmağına baxmayaraq, nə qədər mərhəmətlə, nə qədər rəhimlə, nə qədər gözəl münasibət göstərilib ki, uşaq qayıtmaq istəmirmiş. Deyir, uşaq üçün böyük travma oldu. Sonra da deyir, uzun müddət tələb olundu ki, uşaq təzədən uyğunlaşsın, buna erməni dilini öyrətsinlər və s. Yəni, bax, bizim xalqın müəyyən o, dedim də, o təhsillə bağlı problemləri nəzərə almasam, bax, belə gözəl keyfiyyətləri də var. Amma əsas məsələ, o 100 il niyə dəyişmirik, bax, məsələ budur. Yəni, orta təhsil. Bunu həmişə demişim. Tamamilə razıyam və sizin o dediyinizə bir əlavə bir qısa bir fikir deyərək yekunlaşdıraq. Məsələn, o qeyd elədiniz siz məsələni. Məsələn ki, İranda artıq qan girib də, bu iki xalqın arasına qan girib. Burada həqiqətən də şərq, əgər nəzərə alsaq ki, İran şərqdir və şərq ölkələrində ümumiyyətlə bu qan məsələsi bir qədər asan yuyulan məsələ deyil və bu qanı maksimum çalışırlar, həmişə qanla yusunlar.
ümumiyyətlə. Ona görə də e, Trumpın da öz mənə sui-qəsd ola bilər ehtimalı Trumpı kimsə başa salıb. Yəni mən belə başa düşürəm ki, Trump əvvəl çox danışırdı. Mən Xameynini belə öldürdüm, elə vurdum filan, amma son günlər artıq bunu danışa bilmir. Yəni o bir şey dərk eləmək, ən azından ona çatdırıblar ki, bu şərtdir. Yəni şərtdə qan zarafat sayılmır. Ona görə də düşünürəm ki, bu məsələ ilə bir qədər ehtiyatlı Həqiqətən davranmaqda ehtiyatlı olmaq lazımdır. Bir də Trumpın özü də başa düşür ki, 2 ildən sonra, 1 ildən sonra bu seçilməyəcək, olacaq adi bir insan. Tutaq ki, bunu müdafiə edəcəklər, mühafizə edəcəklər. Bəs bunun axı uşaqları var, oğlanları var, bunun qızları var, bunun ailəsidir, qohumlarıdır, qızlarının həyat yoldaşlarıdır. Bu hardasa bunlara özdə nəzərə almaq lazımdır ki, Müştəbə Xameneyi, yəni həmin o qan düşmənçiliyini aparan adam, bunun əlində 100 minlərlə döyüşçüsü var, milyonlarla döyüşçüsü var, böyük şəbəkə var və böyük resurslar var. Yəni bu qisası almaq üçün onun əlində kifayət qədər böyük imkanlar var. Ona görə bu bizim cəmaət, bu həmin o blogerlərdir, sonra jurnalistlərdir, şərhçilərdir, siyasətçilərdir. Bir az həqiqətən gərək vətənpərvərlik göstərib belə məsələlərdə dövlətimizə kömək eləsinlər. Çünki orada da nəzərə almaq lazımdır ki, İranda da müəyyən adamlar tutaq ki, ola bilsin insan faktorun, insan amilinin heç vaxt nəzərdən qaçırmaq olmaz. Qızışdıra bilərlər, gətirib göstərərlər ki, bax belə tutaq ki, münasibət belədir və s. Qəfil bu vəziyyətdə yenə deyirəm, əməliyyat şəraiti burada bu zonada çox qəlizdir, həddindən artıq mürəkkəbdir və qeyri-adi qərarlar verilə bilər. Şərqin ümumiyyətlə müharibə anlayışı və Şərqin ümumiyyətlə qan anlayışına Qərbin arasında çox fərq var. Ona görə də düşünürəm ki, bu məsələ, yəni söhbət burada qorxu məsələsi deyil. Amma nəzərə alınır, biz şərqliyi ən azından mənim təfəkkürüm o tərəfə. Yəni əgər belə bir hadisə baş versəydi, onun qisası mütləq şəkildə alınmalıdır. Yəni başqa variant yoxdur. Bunu Amerikalı başa düşməyə bilər. Amma bir şərqli olaraq biz başa düşməsək, nə qədər də özümüzü qərbə belə pərçim eləmək istəsək də, nə bilim Avropa Şurası, nə bilim aynı Avropa falan, amma o deyil də, yəni real olaraq biz qərb xalqı sayılmırıq da faktik olaraq. Bəli. Ona görə də bir məsələlərdə biraz mən yəni heç kimin işinə qarışmaq istəmirəm, amma ən azından diqqət eləməkdə fayda var. Mən belə düşünürəm ən azından. Təşəkkür edirəm Araz bəy sizə vaxt ayırdığınız üçün. Sağ olun. Və hesab edirəm ki, bütün suallara geniş və ətraflı ən azından hər kəsin anlayacağı dildə cavab verə bildiniz. Ona görə də bir daha sizə minnətdaram. Çox sağ olun. İzləyicilərə də təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Sağ olun, var olun.